İnsanlar niyə əxlaq öyrətmə yolunu şiddət ilə başa düşür? Məsələn, yaşlı insanlar deyir, vaxtında atam, anam məni döydü və bunu qürur ilə deyirlər. Bilirsiniz niyə? Bir çox insanlar üçün qəbul etmək ki, mənim valideynlərim mənim yetərincə normal şəkildə heç sevməyiblər. Valideynlərim hardasa bisavad insanlar olublar, hardasa müdrik insanlar olmayıblar, mənə travma veriblər. Bilirsiniz necə bunu etiraf etmək, qəbul etmək insan var ki, ona çox ağırdır. Çox ağırdır. Valideyni üçün pis demək bəzi insanlara çox ağırdır. Çox çətindir. Çünki valideyn onun gözündə idoldur. Valideyn onun gözündə mükəmməldir. Onun gözündə, bildiniz necə? Və istəmir oradan mükəmməllik pilləsindən endirsin valideyni. O onun üçün böyük bir travma olar, əlavə. Amma əslində görə bilməsi insanın onun daha çox faydalıdır. Yəni bax o neynir? O reallığı düzgün dəyərləndirmir. Reallığı olduğu kimi valideynləri adi bir insandır və böyük səhvlər ediblər. Bunu qəbul etmək, bunu görmək. Yəni bir insan üçün bu daha qat-qat faydalıdır. Düzgün də düzgün, adını düzgün vermək. Qəddaqlıq olub valideyndə, döyübsə səni daimi. Bu valideyn qəddar valideyn olub, bu valideyn biraz empatiyadan yoxsul insan olub, kəm hövsələ olub, düzgün yollarını bilməyib, hansı yolla uşaqları tərbiyələndirsəm daha yaxşıdır uşağım üçün. Adam var, o deyir, toz kondurmur da valideyninə. Çünki üzləşmək çətindir belə bir reallığı da bunu görüb qəbul etmək demək ona çox ağırdır. Siz necə elə insanlar üçün həyatlarında valideynləri qədər mükəmməl insanlar yoxdur. Yəni onu dindirsən, deyər ki, mən onlar kimi adam tanımır. İndi ya ana, ya ata, ya hər ikisi. Deyəcək ki, heç elə valideyn olmayıb heç yerdə. Mən nə yaxşı ki, onlar mənim valideynlərim olublar. Məsəl üçün nə həyat yoldaşını, nə dostları, o, bu, heç kəsə deyəcək ki, onlar başqa, digər insanlar başqa. Tam bir ilahi varlıqlar kimi hardasa baxır da, müqəddəs belə. Ona görə onu necə endirsin oradan? İllərlə oradadılar onun valideynləri.